Fransız fermerləri cümə axşamı günü Avropa İttifaqının Cənubi Amerika ölkələri ilə imzalamağa hazırlaşdığı geniş miqyaslı ticarət müqaviləsinə və digər yerli narahatlıqlara etiraz olaraq Parisdə binaları mühasirəyə alıblar. Reuters agentliyinə istinadla xəbər veririk ki, Koordinasiya Kənd Birliyinin üzvü olan fermerlər Avropa İttifaqı ilə Cənubi Amerika bloku Mercosur arasında azad ticarət müqaviləsindən narazılıqlarını və hökumətin malqara xəstəliyi ilə mübarizəsindən narahat olduqlarını bildirərək Parisdə etiraz aksiyalarına çağırış ediblər. Bu etirazlar Avropa Komissiyasının fermerlər üçün 45 milyard avroluq Avropa İttifaqı vəsaiti təklif etməsindən və Mercosuru dəstəkləməkdə tərəddüd edən ölkələri sakitləşdirmək üçün bəzi gübrələrə ithal rüsumlarının azaltmağa razılaşmasından bir neçə gün sonra baş verib. Razılaşma Almaniya və İspaniya kimi ölkələr tərəfindən dəstəklənir və Avropa Komissiyası İtaliyanın dəstəyinin qazanmış kimi görünür. Yəni Fransanın dəstəyindən asılı olmayaraq ticarət müqaviləsini təsdiqləmək üçün səs verməyə ehtiyac olacaq. Razılaşma ilə bağlı cümə günü səs vermə olacağı gözlənilir.